birinizə salamlar. Bugün sizinlə mütləq xana, nisbi xana, qarşı xana və Excel'də düstur sürüşməsi haqqında danışacağıq. Düstur sürüşməsi necə baş verir, mütləq xana nədir, nisbi xana nədir, bunlara necə işləyirik? İlk öncə nisbi xana, mütləq xana və qarşı xana haqqında danışaq və sizə ilk öncə bunların yazılışını göstərək. Dollar A, dollar 5. Sətr və sütunun qarşısında, sütun və sətrin qarşısında əgər dollar işarəsi varsa hər ikisinin qarşısında, bu deməkdir ki, bizim xanamız mütləq xanadır. Mütləq xananı biz heç cürə dəyişə bilmirik. Düstur sürüşməsi zamanı istəyir birinci xanadan götürüb 100-cü xanaya belə qoysaq, nədirsə eyni qalacaq, heç cür dəyişməyəcək. Bu bizim mütləq xanamız. Gəlirik indi qarşı xana anlayışına və yaxud da qarşı xanada ya sətrin ya da sütunun qarşısında dollar işarəsi mütləq şəkildə olmalıdır. Məsələn, burada sütunun qarşısında dollar var, burada isə sətrin qarşısında dollar var. Və dəyişən zaman qarşısında dollar olan dəyişməyəcək, digər dəyişəcək. Digər bir anlayışımız isə nisbi xana anlayışıdır. Bizim normal bildiyimiz xana adlandırılmasıdır. Qarşısında heç bir dollar işarəsi olmursa, bu deməkdir ki, bu xanamız nisbi xanadır. Gəlin bunu düsturda göstərək. Məsələn, hər hansı bir yerdə düstur yazıram. Məsələn, sam cəmləmə düsturumuzdan istifadə edirəm. Xanalarımızı qeyd edirəm və cavabımızı tapdıq. Gəlirəm xanamızı kopyalayıram. Kopyaladıq. Fərqli bir yerdə həmin xananı xüsusi formada yapışdırırıq. Yəni, buradan formulamızı seçirik, yəni sırf xananın düsturunu seçirik. Əmrimizi verdik. Bəs yaxşı, bura vurduqda, 44-ün üzərinə vurduqda, düstur hissəmizdə görürük ki, sam B3 ilə C1-in toplanmasıdır. Bu hissəyə vurduqda isə görürük ki, A4 ilə B2-nin toplanmasıdır. Bu sürüşmə necə baş verir? Gəlin bunu izah edək sizinlə. Buna görə də ilk öncə gəlib buradan seçək buranı. Bizim düsturumuz hansıdır? Yəni, hansı xanada yerləşir? Y4 xanasında. Gəldim Y4 xanasının üstünə, gəldik bura. Yazıram ki, burada Y4 bərabərdir. Hansı xanadan toplanması idi Y4 xanamız? Baxaq düsturumuzda B3 ilə C1 xanaların toplanmasıdır. Yazıram ki, sam B3 və C1. Düsturumuzu biz hara sürüşdürdük? Hansı xanaya apardıq? Ona da baxaq. D5 xanasına gətirdik. D5 xanası. A4 ilə B2. D5 xanası. Sam. A4 ilə B2. Aha. İndi düstur sürüşməsi burada necə baş verir? İlk öncə onu qeyd edeyim ki, sütunla sütuna baxırıq, sətirlə sətrə baxırıq. Bunu necə edirik? Gəlin buradan, baxın, sütuna baxıram. Sətirlə də sətrə baxıram. Y-dən D-yə nə qədər dəyişib? Y burada, düzdürmü? Y-dən D-yə arxaya qayıdıb. Nə qədər arxaya qayıdıb? Bir dəfə arxaya qayıdıb. Mənfi birimi yazdım. Demək ki, Y ilə D arasında qoyuram bunun üstünə -1. Və yaxud da buraya yazaq. -1. Fərqi yoxdur. 4-dən 5-ə nə qədər dəyişib? 4-dən 5-ə. 4-dür. Gəlib buradan 5-ə düşüb. Buradan belə. Burada müsbət 1-dir. Burada müsbət 1-mi yazıram. Və burada düşür müsbət 1. Aha. İndi gəlirik bura. Yaxşı. Heç biz aşağını görməmişik. Aşağıdan xəbərimiz yoxdur. Buranı biz bilmirik. Bu düsturu biz sürüşdürməliyik. Sam, yəni samımızı yazmışıq, burada samımız var. B3 xanası. İndi B sütunu, baxın B sütunu necə dəyişdi? -1.
B-dən mənfi bir hara gəlib çıxacaq? Gələcək A-ya. Yazıram ki, A. Üçsünə hara gələcək? Müsbət 1-dir. Üstünə gələcək 4-ə. A4. Və belə. Üstə gəlsin. C-dən mənfi 1-lə gələcək B-yə. Çünki sütundan sütun demişik. Gəldik, düşdük B-yə. 1-dən də plus 1-lə gələcək 2-yə. Bu bizim sürüşdürməmiz. Amma nisbi xanalar üstündə sürüşdürməmizdir bu bizim. İndi isə daha mürəkkəb formasına baxaq. Elə eyni cədvəlin üstündə işləyək. Gələk bura. Gördüyünüz kimi mütləq xanamız var, qarışıq xanamız var, qarışıq xanamız var və nisbi xanamız var. Məsələn, bunu necə işləyək? Heç özümüzü yormadan eyni formada kopyalamaqdan istifadə edirik. Gəldik, seçdik, kopyalamağı vurduq və gəldik bu hissəyə. Paste special və forma hissəsinə gəldik. OK əmrini vurduq. Cavabımız çıxdı buradan. İndi cavabımıza necə baxa bilərik biz burada? Onu göstərək sizə. Gəldik buradan. Üstünə vurduq və bu formada olduğu kimi şəklimizi çəkək buradan. Ekranın şəklini çəkdim və yenə şəklimizi kəsirik. Və yenə kopyaladıq. Gəlirik ağ lövhəmizə. Ctrl-V deyib yapışdırdıq və biraz yuxarı qaldırırıq. Bizim Y3 xanasında düsturumuz hazırdır. Düzdürmü? Y3 xanasında mənim düsturum hazırdır. Gəl yazıram burada. Y3. Bu hazırdır. Və bu Y3 xanasındakı düstur hara gedəcək? C4 xanasına. Düzdürmü? Yazıram aşağıda G4. Yaxşı, bu da hazır. İndi Y-dən G-yə nə qədər dəyişib? Neçə byte artıb? Və plus 1. Yəni, o deməkdir ki, 2 dəfə artıb. Y-dən G-yə, yəni sütunum üzrə plus 2-dir. Sətrim üzrə gördüyümüz kimi 3-dən 4 1 byte artdığına görə sətrim üzrə də burada plus 1-dir. Plus 1 yazdıq burada. Bu da belə, bunu da yazdıq. İndi gəlirik bura. Buranı təmizləyək. Buranı yazdıq. Bizim xanamız, bizim yazdığımız xana necə xanadır? Birinci xanamız. Bizim birinci yazdığımız xana mütləq xanadır. Mütləq xana olduğu üçün o xanamız olduğu kimi qalacaq. Yəni, Y3-dən G4-ə gələndə xanamızın qiyməti ilk dəyərimiz dəyişməyəcək. Yazırıq buradan dollar A, dollar 1. Mütləq xana olduğu kimi qalır. Üstə gəl. Digərinin isə qarşıq xanamızın. Qarşısında dollar var. Yəni, sütunu olduğu kimi qalacaq. Sütunu dəyişməyəcək. Dollar B. Amma sətrimiz dəyişəcək. 4-dür. 3-dən 4-ü bir dəfə artdığına görə 4 üstə gəl 1 elədir 5. Oldu B5. Çıxılsın. B. Baxın, burada D-nin qabağında heç nə yoxdur. Yəni, sütun dəyişəcək. Nə qədər dəyişəcək? Plus 2 dəfə dəyişəcək. Yəni, plus 2 byte dəyişəcək. D-dən gəlir Y, bir də F-ə. Düşür burada F-in üstünə. F. Amma sətrim dəyişməyəcək. Çünki dollarlandır. Dollar 5 və vurulsun. Bu xanam isə nisbi xanadır. Nisbi xana olduğuna görə həm sətr, həm sütun dəyişəcək. C-dən gələcək D-yə, Y-yə düşəcək. Y-dən də gəlib olacaq 8. Xanalarımızın, düsturlarımızın sürüşməsi bu formada davam edir. Bizim xana sürüşməmiz, düstur sürüşməmiz, nisbi xana, mütləq xana, qarşı xana haqqında anlayışlarımız bu qədər. Hər hansı bir suallarınız varsa, bizimlə komment bölməsində, rəylər bölməsində bölüşməyi unutmayın. Mövzunu başa düşə bildinizmi?